Salam, hər vaxtınız xeyir olsun, dəyərli müdavimlər, hörmətli müəllimlər. Mən Aytəc Yusifova yeni videoma sizlərin qarşısındayam. Əgər fonetikanı həqiqətən başa düşmək istəyirsinizsə, bu video məhz sizlər üçündür. Bu gün fonetika üzrə ən çox düşə biləcək 10 sual tipini sizə aydın, sadə və sistemli şəkildə izah edəcəm. Və sizə deyə bilərəm ki, diqqətlə izləyib qeydlərinizi aparsanız, bu videonun sonunda artıq fonetika sizə qorxulu gəlməyəcək. Və bu sualları bildikdən sonra siz digər namizədlərdən bir addım öndə olacaqsınız. Vaxt itirmədən başlayaq suallarımıza. Adından da gördüyünüz kimi ERM nəşriyyatın Azərbaycan dili vəsaitindən sırf MİQ sertifikasiya üçün təşkil olunmuş sualların içərisindən 10 sual seçmişəm sizə. Başlayaq birinci sualımızdan. 62 nömrəli testimizdə deyir ki, doğru və yanlış olma baxımından uyğunlaşdırıb düzgün variantı seçin. Əgər sözün yazılışında n samiti varsa, deməli sözün tələffüzündə mütləq samitlərdən birinin qarşılığı yoxdur. Ən azı birinin desəydə bunu düz götürərdik. Amma mütləq biri dediyi üçün burada artıq biz bunu səhv götürmək məcburiyyətindəyik. Bəlkə birdən çoxdur qarşılıq olmayanlar. Bu baxımdan bu yanlışdır. Sözün ortasında q samit qoşalığı varsa, deməli sözün tələffüzündə k var. Biz demişdik ki, bu sadə sözlər üçün keçərlidir. Mürəkkəb sözdürsə, q ilə bitib, q ilə başlayırsa, bu zaman adətən xq olur. Məsələn, hər birimizin ayaqqabı deyə tələffüz etdiyimiz sözümüz əslində ayaqqabıdır. Ayaqqabı yox, ayaqqabıdır. Yəni, bəzən k yox, x formasında da tələffüz oluna bilər. Buna görə bu da yanlışdır. Eyni sözün tələffüzünü müxtəlif formalarda düşünmək olmaz. Niyə olmur ki, vurğunu fərqli hecalara salaraq, məsələn, deyə bilərik, lirik, romantik sözləri vurğulara görə dəyişir. Lap desəniz ki, elə bir söz olsun, fərqli tələffüz formaları olsun, bunu da deyə bilərik. Məsələn, tutdur sözü. Bunu iki cür düşünə bilərik. Biri kimisə tutdur nəyət, bu zaman r da qalacaq. Bir də deyirəm ki, orada gördüyüm tutdur, yəni tut meyvəsidir. Bu zaman tələffüzdə tutdur olur. Yəni, eyni sözün tələffüzünü faktiki tutdur sözüdür. Müxtəlif cür düşünə bilirik. Bu da yanlış. Sözün vurğusunun müxtəlif hecalarda düşünülməsi onun tələffüzünə təsir edə bilməz. Vurğudan gedir söhbət. Niyə təsir etmir ki? Bayaq dediyimiz lirik sözü. Lirik deyə tələffüz edirik və yaxud lirik. Vurğunu fərqli hecalara vurub, fərqli şəkildə tələffüz etdik. 4-ü də yanlış olur. Baxaq, bu variant, bu variant. Keçək növbəti sualımız 68 nömrəli sual. Neçə söz haqqında yanlış fikir verilib? Baxın, əgər bizə deyirsə ki, hansı haqqında, bu biraz daha rahatdır. Bir neçə variant arasından seçə bilirik. Amma neçə deyəndə artıq konkret hər şeyi bilməliyik ki, biz bunu seçək ya seçməyək. Vitamin sözündə, Cümhuriyyət sözündə bilirik ki, uzanma yoxdur. Uzanma var deyir, səhvdir. Səs uzanması yoxdur, bu da səhvdir. Maddə, xasə sözlərində a uzanır demişik. Söhbət sözündə ö və əh birləşmələrində, dərsdə bunu qeyd eləmişdim. Nə demişik? H-lar düşmür. Səs uzanması var deyir, yanlışdır. Səs uzanması yoxdur. Abunə, u uzanır axı, bu yanlış. Səs uzanması var, maddi, bu artıq düzdür. Bizə səhvlər lazımdır. Səhvlər də hansılardır? 1, 2, 3, 4. Yəni 4 dənə. Keçirik növbəti. 72-dir yəqin ki, bu. Variantların heç biri doğru deyildir. Baxaq. Sonu q samiti ilə bitən və qalın saitlərin ahəngi gözlənilən, istənilən sözdə x səsi var. Sonu q ilə bitib, əla. Qalındır saitlərimizin hamısı. Burada mütləq x səsi varmı? Əgər burada milli və alınma deyə bölsəydi, təbii ki, əminliklə deyərdik varmı, yoxmu? Amma burada sadəcə deyir, qalın saitlərin ahəngi var. Məsələn, monoloq sözü var. Sonunu x deyə tələffüz etmirik axı. Deməli, bu yanlışdır. Soyad sözü soy-ad hecalara bölünür. Bilirik ki, mürəkkəb sözdürsə, hissələri bölərək hecalara bölürük. Bu düz. Heç biri doğru olmamalıydı. Buna görə A-nı seçmirik. Keçirik B-yə. Müdir mühüm sözlərində nöqtələrin yerinə eyni sait artırılmalıdır. Xeyr,
müdir, mühüm. Bəzi hallarda mühim deyirlər, ancaq bizim dilimizdə mühim sözü yoxdur, mühüm olmalıdır. Qəlb sözünün yazılışını iki cür düşünmək olar, düzdür. Əvvəllər deyirdik ki, sonu BC, DC ilə bitən sözlərdə yadınızdadırsa, bir hecalı sözün sonundadırsa, hərf necə var ilə tələffüz olunur. Ancaq artıq qəlb sözünün qəlb saxta mənasında olan variantını da, qəlb ürək mənasında olanı da hər birisini tələffüzdə sonunu p eləyirik. Nəticə olaraq yazılışı iki cür düşünmək olur. Bir sözün tərkibində h samiti varsa, deməli sözdə ən az bir samitin qarşılığı yoxdur, artıq bir samit deyir. Sözün tərkibində h var. Bu düz. Eyni hərf bir sözdə iki müxtəlif səsi ifadə edə bilər. Təbii ki, eləyə bilər. Bir hərfdir, eyni hərfdir daha doğrusu. Bir sözdə iki müxtəlif səs ifadə edir. Məsələn, deyə bilərik ki, anbardan. Eyni hərfdir m. Burada olur m tələffüzdə anbardan. Burada isə n. İki müxtəlif səs ifadə elədi. Bizə ikisi də səhv olan lazımdır. Əxlaq və şərik sözlərini samitlə başlayan söz qoşulsa, söz sonundakı samit tələffüzdə dəyişiləcək. Şərikimiz dəyişmir. Əxlaqımız. Bu saitlə başlayan şəkilcidir. Samitlə başlayan söz artırırıqsa, məsələn deyirik, əxlaq kitabı dəyişdi. Şərik çörək. Burada qaldı. Amma faktiki dəyişəcək hissəsi birinə aid olmadığı üçün səhvdir deyirik. Dəliyə k-yə əvəzlənməsinin olduğunu əminliklə demək olur. Bəli, dəli plus y bitişdirici plus əd ola bilər, dəlik plus əd ola bilər. Səs uzanması, yazılış və tələffüz arasındakı fərq hesab olunmur. Bu səhvdir. Duyğular anlamında olan hisslər sözü düzgün yazılmayıb, bu da səhvdir. Biz bilirik ki, hiss sözü və kül sözü istisna sözlərimiz idi ki, samitlə başlanan şəkilci artırıldıqda hər iki samitini qoruyub saxlayırdı. Buna görə cavabımız olur Y variantı. Baxaq növbəti testimizə. Düşək aşağı 77. Aşağıdakı sözlərlə bağlı uyğunluğu müəyyənləşdirin deyir. Ekipaj, kompozisiya, modelyer. Görək nə deyir bizə. Hər üçün aid olan. Sözün tərkibində bütün sait səslər dodaqlanmayandır. Baxaq. Kompozisiya, modelyer, ekipaj. Əla, bu düz. Çünki bunlar A-ya keçir, modelyerdəki də A-ya keçir. Baxaq 2-yə. Sözdə vurğu üçüncü hecanın üzərinə düşür. Ekipaj, kompozisiya, bəli, modelyer. Bəli, bu da düzdür. Bilirik ki, İ-yə İK-dan əvvələ düşür, 99%. Sözlərin yalnız ikisinə aid olan xüsusiyyət. Sözün tərkibində K səsi var. Kompozisiya, ekipaj yoxsa ekipaj sizcə hansı olmalıdır? Təbii ki, K. Buna görə bu getdi. Sözdə kar qarşılığı olmayan samit səslər var. Baxaq. Kar qarşılığı olmayan, yəni L, M, N, R. Modelyer, kompozisiya. Diqqətli olun, burada səslər deyir. Kompozisiyada bir dənə, modelyerdə isə bir neçə dənədir. Yalnız birinə aiddir, lər hissəsinə görə. Sözlərdən yalnız birinə aid xüsusiyyət. Sözdə hərflərdən yalnız biri fərqli tələffüz olunur. Ekipaj, modelyer, kompozisiya. Bu aiddir modelyerə. Sadəcə o A-ya keçir. Buna görə birinə aiddir. 1, 2, 5 D variantı doğru variantımızdır. Uyğunsuzluğu istəyir, diqqətli olun. Biz bilirik ki, uyğunluğu istəyəndə daha rahat olur. Nəyi var doğrunu, yanlışı seçib yazırıq. İndi uyğunsuzluq lap bunun tərsidir. Baxaq, Avropa mənşəli sözlərin tərkibində uzun sait ola bilər. Bu uyğunluqdur. Çünki bilirik ki, uzanma milli mənşəli sözlərdə adətən olmur. Buna görə bu doğrudur. Doğrunun qabağını doğru yazıb düzdür. Biri seçə bilmərik. Bir olanları da silək, bizə rahat olsun. 2-yə baxaq. Sözün tərkibində olan eyni cinsli qoşa samitlər həmişə bir uzun sait kimi tələffüz olunur. Bu yanlışdır. Niyə? Məsələn, kooperativ sözü kooperativ yazılır. Amma tələffüzdə kooperativ deyirik. Yəni, bəzən olur ki, bir səs ifadə edir. Bəzən də olur ki, məsələn, an-ba-an sözü
Mürəkkəb sözün ortasında qoşalıq var. Bu zaman hər ikisi olduğu kimi tələffüz olunur. Zəfəran sözündə uzun tələffüz olunan səs vardır. Bu düzdür. Zəfəran olmalıdır. Amma qarşısından yanlış yazdığına görə uyğunsuzluqdur. Namus sözündə naş şəkilçi deyil ki, bilirik ki, mus deyə sözümüz yoxdur. Buna görə namus sadə sözdür. Doğru yazıb, yanlış olmalıydı. Cümhuriyyət sözündə uzun tələffüz olunan səs yoxdur, doğrudur. 2, 3, 4 olur C variantı. Keçirik növbəti testimizə. Növbəti testimiz 80. İxtiyari bir söz bir hecalıdır. Sözün sonundakı hərf D hərfidir. Növbəti nə deyə bilərik? Elə bir şey seçməliyik ki, bütün ixtiyari sözlərə aid olsun. Əminliklə deməliyik. Sonuncu hərfi ilə səsi üst-üstə düşür. Təəssüf. Bir hecalıdırsa, hər zaman belə qalmır. Məsələn, bayaq qəlb sözünü dedik. Burada da deyirik 4 sözü. 4. Tələffüzdə belə olur 4. Əminliklə demədik. Sözün tərkibində maniyəli tələffüz olunmayan yalnız bir səs var. Baxın, nəyə diqqət edin? Bir hecalıdırsa, saitlərin sayı da 1-dir deməli. Yəni, neçə dənə sait hərfimiz varsa, o qədər də bilirik ki, bizim hecamız var. Və bir hecalıdır. Bir hecalı olduğu üçün tələffüzdə də nəsə artırmırıq ki, əlavə bir sait olsun. Buna görə əminliklə deyə bilərik ki, maniyəli tələffüz olmayan, yəni saitimiz bir dənədir. Sözü sətirdən sətrə keçirmək mümkündür. Bir hecalıdırsa keçirmək mümkün deyil. Sözün sonuncu səsindən əvvəl sait işlənmişdir. Bunu da əminliklə deyə bilmərik. Məsələn, 4 sondan əvvəl samit işlənib. Sözdə uzun tələffüz olunan səs yoxdur. Bilirik ki, bir hecalılarda uzun tələffüz yoxdur. Bunu da əminliklə deyə bilərik. 2, 5 A variantı doğru variantımızdır. Baxırıq 83-ə. Tərəfkeşlik fonetik təhlili ilə bağlı boşu doldurmalıyıq. Yazılışla deyiliş arasında 3 fərqli məqam var. Tərəfkeşlik 3 yox, 2 dənə. Deməli, bu səhvdir. Q səsinin cingiltili qarşılığı işlənib. Q, C. Burada bizi çaşdırmaq istəyib. Amma demişik ki, kar, keş, heç vaxt C deyə tələffüz olunmur. Bu da səhv. Növbəti bizə yenə nə lazımdır? Səhv. Baxın, klaster verirsə bizə. Nə deyir? Klasterin verilənləri nəzərə alıb yazılanı seçin. Bizə əminliklə deyə bilməzlər və yaxud özümüz əminliklə belə bir qərar çıxarda bilmərik ki, klasterdə verilənlər mütləq düzdür. Bəzən səhv verir, ardında səhv davam elə deyir. Desəydə uyğunsuzluğu yazılmayacaq fikri seçin, tam tərsini seçərdik. Nəticə olaraq bizə səhv lazımdır. Y cingiltili samitdir. Burada Y hardadır? Yoxdur axı. Desəydi Y-nın qarşılığı işlənib, artıq deyərdik düz. Amma Y cingiltili deyir, bu özü elə səhvdir. Saitlərin hamısı incə, dodaqlanmayandır, düzdür. Sonor samitlərdən yalnız R var. Çünki tərəfkeşlik olub da L-dıya keçib. Bu da düz. Cingiltili qarşılığı olan samitlər işlənib. Məsələn, T, D. F, V, K, G. Bu da düz. Sözün tələffüzündəki fərqli məqam yalnız son leksik şəkilçidədir. Bu da düzdür. Dik olur. Cavabı düz seçmişik. Keçək növbəti testimizə. 90 daha doğrusu. 90 nömrəli testdə. Uyğunluğu istəyir bizdən. Tələffüz zamanı cümlədə iki hecalı olmayan sözün son hecasının samiti düşür. Aha. İki hecalı olan sözün ikinci hecasının son samiti düşür. İkinci hecadakı açıq sait qapalıya keçir. Bir cümlələri oxuyuruq və cümlələr əsasında uyğunlaşdırmağa çalışırıq. Tanrıdan bir narazılığım varsa, o da bəxtimin qara yazılmasıdır. İki hecalı olmayan söz deyirsə, bu bir hecalı da ola bilər, 3 və daha çox da ola bilər. Tanrıdan düşmədi, narazılığım düşmədi, varsa düşmədi, bəxtimin düşmədi, yazılmasıdır. Baxın, burada R düşüb. Son hecanın samiti düşür. Bu düzdür. 1-ə A-nı yaza bilərik. Baxaq B-yə. İsmail gördü ki, Aləmşah bəyim ağlayır. Açıq sait nəyə çevrildi? Qapalıya. Yazırıq bura. Mən oradan çıxandan bəri bu kədərli güzəşt haqqında heç kimə bir söz deməmişəm. Güzəşt haqqında.
Şıtı, sıtı, fıtı demişik ki, bunların özündən sonra samit gələndə adətən ortadakı tı düşür. Güzəş haqqında tı düşüb. 2 hecalı deyil, 3 hecalıdır. Son samit düşübmü? Düşüb. Bunu da seçirik. D-yə baxaq. Aləmşah bəyim əllərini oğlunun çiyinlərinə qoydu. 2 hecalı olan söz deyil 2-də. Baxaq görək, qoydu. 2-yə aid eləyə bilmək, çünki son samit düşmədi. 2 hecalı olmayanda son samit düşsün. Bu da yoxdur. Açıq qapalıya keçsin. Bu da yoxdur. Bu getdi. Şeyx Heydər yorulsa da Uzun Həsənin qızı hələ sağdır. 2 hecalıdır. Sonu düşür. Bunu da yazırıq bura. A, S, Y, B. Getdi. D variantı. Baxırıq növbəti 92 nömrəli testimizə. Bu test ilk baxışdan çox rahat gəlir. Hətta imtahanda da buna bənzər bir test düşüb. Amma diqqətli olmasaq təbii ki, səhv eləyə bilərik. Buna görə cümlə içərisində oxuyuruq. İndi bizi görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar. Il oldu burada. Canımdan keçərdim. Saxlayırsız. Rüstəm bəy süni qürurla bir tərəfə, hərənliyindən bir tərəfə qaçırdılar. Çəkinəcək bir şey yoxdur. Tez ol, cəmaatın başına topla. Necə var elə. Atlar çapıldı. Susuz. Şamdan. Baxın, burada bir ıl var. Axırda 7-də də ıl var. Bir-biri ilə eyni səsə. Il. 1 ilə 7 olar. Sonra 2-yə baxın. Görək, 2-də nan var, bir də 4-də qürurla, canımdan. Bu da olar. 1, 7 hələlik. 2, 4. Bu 3 dənə variantda var. 3, 8 ilə 1, 5-ə də baxaq. 3-də nə var? Sız. 8-də isə suzdur. Deyək ki, fərqli formalarda olan nəzərdə tutursunuzsa, amma yenə də eyni şəkilci deyil. 1 ilə 5 necə? 5-də ırdır, burada ıldır. Yazıları eynidir, tələffüzləri fərqlidir. Bunu da seçmirik. Cavab olur C variantımız. Buradan 94 nömrəli testin ekran şəklini alırsınız. Rəy bölmələrindən, daha doğrusu bölmələrində 94 nömrəli testin cavabını gözləyəcəm. Yəqin ki, şəklini artıq çəkdiniz. Sonuncu testimizə baxırıq. 101 nömrəli testimiz. Yazılışı doğru olan sözlərlə bağlı doğru fikirləri müəyyənləşdirin. Burada artıq bizə birdən çox şey tapşırılıb. Həm yazılışı doğru olan sözü tapırıq, həm də ki, onlarla bağlı doğru fikirləri tapırıq. Bu qələmin düz yazılıb. Foto bitişik yazılmalıydı. Foto albom bitişik. Bu getdi. Xəkəndaz olmalıydı. Bu da getdi. Kəşfiyyat düz yazılıb. Bu isə axsar olmalıydı. Deməli, bu qələmin və kəşfiyyat sözləri ilə bağlı doğru fikirləri seçməliyik. Buradan siz 3 dənə sözün yazılışını öyrənmiş oldunuz. Hətta 3-dən də çox. Foto albom. Foto ilə başlaya bilən bütün sözlərdə foto bitişik yazılır. Xəkəndazı bildik, axsar. Ahuzar deyil və yaxud abu-hava deyil, ab-hava. Sözlərdən birinin deyilişi və yazılışı arasında 2 fərqli məqam var. Baxaq, bu qələmun kəşfiyyat. Bu düzdür. Kəşfiyyat v-yə keçir, y-nın biri düşür. Bu düz. Yalnız birinin ilk səsi maniyəsiz tələffüz olunur. Demək istəyir, saitlə başlayıb, bu yanlışdır. Sözlərdən ikisinin səs və hərf tərkibi fərqlənmir. 2 dənə söz var, amma birində fərqlənmə var. Sözlərin hər birində incə, dodaqlanmayan açıq sait işlədilmişdir. Bu qələmin ə var burada, incədir, dodaqlanmayan açıqdır. Aşağıda da var. Aiddir, doğrudur. Sözlərdən ikisinin səs və hərf tərkibi arasında kəmiyyət fərqi yoxdur. Yəni, səs düşümü və yaxud səs artımı yoxdur deyir. Biri desəydi düz olardı. İkisi dediyi üçün bu da səhvdir. Cavabımız olur 1, 4. Bununla da sizinlə 10 sualın izahına baxmış olduq.
Deyə bilərəm ki, fonetika üzrə bəlkə də ən vacib 10 sual idi. Bütün fonetikanı bacardığımız qədər əhatə elədik. Bu hissələri möhkəm bilsəniz, dərindən öyrənsəniz, imtahanda fonetika mövzusundan çətinlik çəkməyəcəksiniz. Təbii ki, videoların ardından gəlməsini istəyirsinizsə, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın, yeni videolarımızdan xəbərdar olasınız. Eyni zamanda qeyd edeyim ki, imtahanda uğur təsadüfi deyil, bunu hər biriniz bilirsiniz. Bütün uğurumuz düzgün və sistemli hazırlığın nəticəsidir. Növbəti videolarımızda digər mövzulardan daha çox bu tipli testlərin izahını verməyə davam eləyəcəyik. Əgər mövzularla bağlı suallarınız varsa, çətinliyiniz varsa, onları da rəy bölməsində yazmağı unutmayın. Bundan əlavə, siz də Azərbaycan dilindən biliklərinizi sistemli şəkildə, davamlı şəkildə davam etdirmək və artırmaq istəyirsinizsə, imtahana planlı şəkildə hazırlaşmaq istəyirsinizsə, bizim yeni açılan qruplarımıza qeydiyyat ola bilərsiniz. Əlaqə məlumatları videonun açıqlama hissəsində yerləşdirilib. Ətraflı məlumat və qoşulmaq üçün həmin əlaqə nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarımızda, videolarımızda görüşərik. Hələlik.